Salam əziz izləyicilərim, istədiyim vlogun başlığını bu gözəl quş səsi ilə başlayım. Avtobusa mindim, hazırlığa gedirəm. Yemək yiyən belə bir şirin pişik gördüm. Baxın hava necə dəyişir. Və video çəkdiyim zaman bir quş uçdu. Çox gözəl. Gəldim marketə, özümə bir ədəd ozma götürdüm. Bir dənə də belə fərqli bir Fantola adlı sok götürdüm. Bubblegum'lı idi. Qapqacaq satma yeri var idi. Oradan da belə bir şirin minnoş qab aldım. Çox şirindi. Bu günləri mağazadan aldığım bunu Araz Market'ten indirimle 70 qəpdən 100 qəpiyə aldım. Bunu Araz Market'ten 50 qəpiyə aldım. Bunu isə belə qapqacaq falan satma yeri idi. 50 qəpiyə almışam indirimlə. Necədir? Bozmanın dadına baxdım. Çox gözəl idi. Sınadım, dadını çox bəyəndim. İyisi də çox gözəl idi. Siz də sınayın, çox dadlıdır. Qəşəng xiyar pomidor salat etdim burada. Burada özüm üçün siyələr yedim, çox dadlı idi. Burada hazırlığa yedirdim ve böyle bir gözəl ağac gördüm. İstədim sizə də çəkim. Çox gözəldir həqiqətən. Yine bu ağacdan gördüm, istedim yine video çəkeyim. Çünkü həqiqətən çox gözəl idi. Bu dəfə yaxından çəkdim. Rəngini demirəm hələ, çox qəşəng ağac həqiqətən. Bu da mənim xalamın mənə hədiyyəsi. Həqiqətən çox qəşəngdir. Mənim üçün hazırlanmışdı. Çox sağ olsun. Çox bəyəndim həqiqətən. Superdi. Əsl istədiyim bir şeydi. Sizcə necədir? Sonra qutdan çıxardım bu şinyatı yedim. Həqiqətən dadı çox qəşəng idi. Siz necə sınamısınız? Saqqızın dadına baxdım. Dadı çox gözəl idi. İndi də hazırlığa yedirik. Hazırlıqdan gəldim, gördüm ki, bibim mənə belə bir gözəl hədiyyə eləyib. Üzüyü və qızıl gül, həqiqətən çox gözəldir, sağ olsun. Belə bir dadlı tort ilə çay içdim. Qutab yedim. Sizi qutabı necə yeyirsiniz? Mən qatıq və sumaklı yeyirəm. Çox dadlıdır. Bir dəfə sınayın. Üzərində biraz yağ tökürəm. Gedirəm biraz hava alın. Çox dadlı. Şokoladlı mimolu çox sevirəm. Bunu yeyə gedəcəm. Pulmart'a geldim. Bir dənə təzə çörək aldım 65 qəpiyə. 2 dənə də popkek aldım. İndirimdəydi 39 qəpiyə. Və belə bir yasəmən ağacı gördüm. İstədim qoparım, amma gördüm ki, hasarlıdır qabağı. Yəni başqasının əkdiyi ağacı. Ona görə icazəsi olmadan qopara bilmərəm deyə qopara bilmədim. Eve geldim, qəşəng kərəm dolması yedim, xiyar pomidor salatı ilə, çox dadlıydı.
Yemekten 1 saat yarım keçsə və aldığım paprika yedim. Dadı xoşuma gəldi. Siz necə bananlı paprika sınamısınız? Son nənəm mənə bir löpüş gül hədiyyə etdi. Sağ olsun, çox gözəl idi həqiqətən. Avtobusda sizə video çəkdim. Vlogumu izlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olmaq və like atmağı, yorum yazmağı unutmayın. Gələn vloglarda görüşərik. Sağ olun.